Ağalar, Kia Sportage. Maşın bugün gir müzayidəyə $9300 gecə müzayidəyə 82.000 yol gedibdir. Maşına bir dənə arxa qapı lazım olacaq. Təsadüfü sağ tərəfdəndir. Arxadan heç bir təsadüfü yoxdur. Sol tərəfdəndəki maşın təsadüfsüzdür. Salona gəldikdə parça salondur. Heç bir airbağı partlamayıbdır. 82.000 mil probegi. Salon gözəl vəziyyətdə. VIN nömrəsindən də vurub yoxlaya bilərsiniz. Maşın bugün müzayidədə super qiymətlidir ki, müzayidədən çıxartmaq olar. Gördüyünüz kimi krılodu düzələcək, qabaq qapı düzələcək, bir dənə arxa qapı lazım olacaq. Kim istəsə əlaqə saxlasın. Ağalar, 2023 Defender 2 motor, 25.000 mil probeglə, ömürlük plaka ilə. Maşının ön tərəfdən belə bir yüngül təsadüfü var. Sol tərəfdən burada balaca bir batığı var. Qapıda balaca batıqları var. Salon parça salondur. Lük yoxdur, çünki üstündə dəmir işləmə konstruksiyası var. 2 motor. 2023. Bu da şasisi P300'dür. Polnu fulldur. 360 kamera ilə təchiz olunubdur. Maşının əsas təsadüfü arxa hissədəndir. Gördüyünüz kimi burasında belə bir təsadüfü var. Bir ədəd bufer lazım olacaq. Faran, arxa stopun krışqası lazım olacaq. Qalan maşın heç bir təsadüfü yoxdur. Bedona rəngdir. Kim istəsə maşın bugün müzayidədə. Start qiyməti $30.200. 2025 BMW X5 S-Drive 40. 10.000 mil probeglə maşın gecə bugün auksyona. Gördüyünüz kimi restyling faralarla lazer leddir. 2025-ci start qiyməti $32.900. Qapıları bağlıdır, ağ salondur. Head-up display var. VIN kod burada qeyd olunubdur. Maşın sol tərəfdən tam zədəsiz. Arxadan da zədəsizdir. 3 motordur. Bugün auksyondadır. Şimdi istəsə gözəl qiyməti əldə eləmək olar. Ağalar, Genesis C70 2020-ci il 136.000 mil probeglə patris dəyişilməlidir. Sol tərəfdə belə bir iki dənə təsadüfü var. Sonra arxadan maşın təsadüfsüzdür. 2 motordur. Bir dənə burada batıqlar var, təmir olunacaq. Sol tərəfdən də qapının aşağısında batığı var. Salon qara dəri salondur. Lükü var. Salon isə bu vəziyyətdədir. Bu da şasi nömrəsi. Kim istəsə maşın bugün müzayidədə. Ağalar, Mitsubishi Outlander 2023'dür. Maşın 4 çəkəndir. 70.000 probegi, $7.500 maşın bugün gir müzayidəyə. Deməli ön tərəfdən bir dənə krışqa lazım olacaq. Sol tərəfdənsə 2 qapı zədəsi ilə maşın gir müzayidəyə. Salona gəldikdə yan pərdə airbag, oturacağın airbağı partlayıbdır. 167.000 kilometr probegi. Bu da salonu. Panorama lükü da var. Kim istəsə maşın bugün müzayidədədir. Gözəl qiymətə müzayidən maşını sizlər üçün əldə eləyə bilərik. Gördüyünüz kimi all wheel drive'dır. 4 çəkən, 4 təkərin 4-də çəkir. Ağalar, Hyundai Elantra N 2023 bedona rəng. Maşın deməli təsadüf bir ön tərəfindəndir, bir də sol tərəfindəndir. 2 motordur, 10.000 mil probeglə $7.500 maşın bugün gir müzayidəyə. Maşının ön tərəfdən yüngül təsadüfü var, bir dənə far asancaq, abilisovkası, buferi. Arxa tərəfindəki qapısı da belə bir cızıqı var. Arxadan təsadüfsüzdür, N komplektasiyasıdır, sport komplektasiya gedir bu. Sport diskləri, zavod səs sistemi. Gördüyünüz kimi sport oturacaqları, lükü, hər bir şey var. Maşın bugün müzayidədə heç bir airbağı da partlamayıbdır. Kim istəsə əlaqə saxlasın, bugün gözəl qiymətə alaq maşın müzayidədən. Ağalar, Armada 2018-in Armadasıdır. Deməli maşın $11.500 girir müzayidə, 112.000 mil probeglə. Dubayda təmir olunmuş maşındır. 360 kamerası, Distronic radarı. Gördüyünüz kimi maşın hal-hazırda heç bir təsadüfü yoxdur. VIN nömrə buradadır. VIN nömrə ilə vurub təsadüfinə baxa bilərsiniz. 360 kamerası var.
Salon qaradəri oturacaqlarla təchiz olunubdur. Maşın 4 çəkəndi, lüku var. Hazır maşındır. Bu gün müzayidədə. Kim istəsə maşın axşam gecə müzayidəyə əlaqə saxlasın. Bunu müzayidədən gözəl qiymətə alaq. Polnu full komplektasiyadır maşın. 2024 BMW X5 motordur, 43.000 maya probeglə, 146 dirhəm, hardasa 40.000 dollarla maşın gecə auksyona. Polnu full komplektasiyadır, S-Drive də arxa çəkəndir. 360 kamera ilə təchiz olunubdur. Qapılar bağlıdır, qara salondur, head-up display var, panorama lüklə. Maşının heç bir zədəsi yoxdur, hazır maşındır. Oturdun, sürdün. Sağ tərəfdən, sol tərəfdən, hər tərəfdən zədəsiz.